Yanvar 2026 başlayaq maraqlı qeydlərimizin biri ilə. Kinetik enerjinin bərabər yavaşlayan hərəkət üçün zamanın asılılıq qrafiki ekranda görünür. Bəs bu grafikin belə olmağına səbəb nədir? Gəlin sizlərlə müraciət edək riyaziyyata. Deyək ki, kinetik enerjimizin düsturu YK bərabərdir M vurulsun V kvadratı bölünsün 2-dir. Bərabər yavaşlayan hərəkət üçün sürət ifadəmiz V bərabərdir V0 minus AT olduğunu nəzərə alsaq, bu zaman V-nin yerinə qoyuram V0 minus AT-nin mörtərizə kvadratı bölünsün 2-yə. Riyaziyyatdan A minus B-nin mörtərizə kvadratı müxtəsər vurma düsturunun asılışını yadımıza salsaq, A kvadratı, daha sonra 2AB plus B kvadratına. Həmin bir ifadəni gəlin burada tətbiq edək. Belə ki, kinetik enerji bərabərdir M vurulsun V0-ın kvadratı, daha sonra minus 2V0 vurulsun A vurulsun T plus A kvadratı T kvadratı bölünsün ümumilikdə 2-yə. Belə ki, riyaziyyatdan y bərabərdir kx kvadratı funksiyasından bilirik ki, k-nın qarşısı müsbətdirsə, parabolanın qolları mütləq şəkildə yuxarıya doğru baxmış olacaqdır. Bu halda kinetik enerjinin zamandan asılı qrafikini iki cürə təsvir edə bilərik. Baxın, belə. Bəs bunun hansı hissəsi aid olmuş olacaq da gəlin ona baxaq. Belə ki, y bərabərdir a x-in kvadratı plus bx plus c ifadəsini yadımıza salsaq, burada a-nın müsbət olmağı qolların yuxarı olmağı deməkdir. Bəli, biz bunu qeyd elədik. Həmçinin burada da qeyd elədik qollarının yuxarı olmağını. B-nin işarəsinə diqqət elədikdə isə B-nin müsbət və mənfi olmağı qrafikin aşağı və yuxarı qalxdığını, düşdüyünü ifadə etmək üçün istifadə edirik. Əgər B-nin işarəsi müsbətdirsə yuxarı, mənfidirsə aşağı doğru olmuş olacaqdır. Bu zaman gəlin baxaq görək nədir mənfi? Aha, onda mütləq şəkildə aşağıya doğru yenməlidir. Bu zaman kinetik enerjinin bərabər yavaşlayan hərəkət üçün zamandan asılı qrafiki birinci hissəyə uyğun gəlmiş olacaqdır. O halda kinetik enerjinin zamandan asılı qrafikini quranda bərabər yavaşlayan, bərabər yeyinləşən və həmçinin bərabər sürətli hərəkət üçün olan qrafiklərini qursaq, bu zaman birinci hissəmiz bərabər yavaşlayan, ikinci hissəmiz bərabər yeyinləşən, üçüncü hissəmiz isə düz xətli bərabər sürətli hərəkətə uyğun gəlmiş olacaqdır.